Salam əziz uşaqlar. Bugünkü dərsimizdə biz ahəng qanunu öyrənməyə çalışacağıq 2-ci siniflər üçün. Uşaqlar, ahəng qanunu deməkdir ki, sözün içindəki saitlər bir-biri ilə uyğun olmalıdır. Qaydamızda da dediyi kimi, sözdə qalın və ya incə saitlərin bir-birini izlənməsinə ahəng qanunu deyilir. Biz bilməliyik ki, qalın saitlərimiz hansılardır? A, I, O, U. İncə saitlərimiz E, Ə, İ, Ö, Üdür. Misal olaraq biz yaza bilərik. Odun. Odun sözündə saitlərinə baxırıq. O qalındır, U qalındır. Qaydada nə dedik? Qalın və ya incə saitlərin bir-birini izləməsinə. Biz baxırıq ki, odun sözündə qalın saitlər bir-birini izləyibdir. Və biz deyirik ki, odun sözü ahəng qanuna tabedir. Sonra yazırıq ana. Ana sözündə də saitimizə baxırıq. Qalın saitlərdir, ikisi də adır və deyirik ki, ahəng qanuna tabedir. Bir də kitab sözündə, baxın, kitab sözündə baxırıq ki, İ incədir, A qalındır. Bu cür olduqda isə biz deyirik ki, kitab sözü ahəng qanuna tabe deyil. Yəni, qaydaya uyğun deyil olmadığına görə biz deməliyik ki, ahəng qanuna tabe deyil. Çünki İ incədir, A qalındır. İncə saitlərin ahəngini yazaq. Qələm. Qələm sözündə baxın, 2 dənə saitimiz var və ikisi də incə saitdir. Biz onda deyirik ki, nədir? Ahəng qanuna tabedir. Üzüm sözü. Üzüm sözündə də saitlər üdür və baxırıq ki, saitlər bir-birini izləyib, yəni incə saitlərin ahəngidir və biz deyirik ki, üzüm sözü ahəng qanuna tabedir. Əziz uşaqlar, biz bugünkü dərsimizdə ahəng qanununu öyrənməyə çalışdıq. İnşallah gələn dərsdə görüşərik.